Kenan, Çempionlar Liqasının tarixində ən çox qol atılan futbolçular ilk 5-lik. Birinci yer 100% Cristiano Ronaldo. Bəli, 140-dan qolla. 140 tane var. İkinci yerdə Messi olar. Messi'dir, 129 qolla ikinci yerdədir Messi. Üçüncü yerdə tarixdən deyirsənsə kim olar? Pele. Pele Çempionlar Liqası oynamıyor. Hardan da kəndin torpağını birini taxın. Top 5 liqadır yəni də. Top 5 liqada Raul Gonzalez, Raul Gonzalez 5-ci yerdə, 71-dən qolla. İbrahimovic. İbrahim siyahıda yox, onluqda yoxdur ümumiyyətlə. Onluqda da yox. Üçüncü yeri kömək elədi taxın. Top 5 liqa deyil də belə deyim sənə. Hazırda Barcelona'da oynayır. 105-dən qolu var. 105 dənə qol Barcelona oynayır. Mahir Emre orada oynayıb, o ölkədə. Mahir Əməli harda oynayır? Lexia. Lexia, Varşava, Modric. Yox, Modric var. Nə bilim kimdir? Lewandowski üçün. Ha, üçüncü yerdə Lewandowski. Onlar da yəni üçü tapdı. Lewandowski 3-cü yerdə. Nə qaldı? Qaldı 4-cü yer. Dördüncü yer, bilmirəm, qocamatdısın onu. Kommentə yazsınlar dördüncü yer. Mən şəxsən mən bilmirəm. 4-cü yer siz yazın. Siz də 4-cü yerdə kimdir? Mbappe. Mbappe